Polşa rəssamı Yan Mateykanın 1862-ci ildə çəkdiyi Stançik tablosu 1514-cü ili özündə əks etdirir. Stançik bir saray təlxəyidir, kralın sevimlisidir. Yan otaqda əyləncə mərasimi keçirildiyi bir vaxt qaranlığa çəkilib, tək başına oturub, qəm içindədir. Masanın üzərində bir məktub var. Məktub Polşanın Smolensk qəsrinin itirildiyi haqdadır. Rus ordusu qəsri ələ keçirib. Orşa döyüşündə qələbəni qeyd edən Polşa zədəganları qəsrin itirilməsini hələ bilmirlər. Təlxəy Stançik bir vətəndaş kimi ölkəsinin taleyi haqda düşünür. Kimisə əyləndirib güldürməyə artıq gücü yoxdur.